Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər, Koroğlu Sport idman meydançasına sizləri salamlayırıq. Bu görüşdə Dünya Futbol Məktəbi və Troya komandaları üzrə gələcək. Mən Mikail İsoğlu və həmkarım. Mən Tural İskəndərli sizlərə bu möhtəşəm oyunu təqdim edəcəyik. Heyətlərlə tanış olaq. Troya komandasında 10 adam İsmailovdur, 77 Tamerlan Ağası, 13 Fatih Muratsoydu, 71 Murad İmanverdiyev, 66 Roman Arcizadə, 99 adam Qasımov qalkiber mövqeyindədir. Digər qalkiber 1 Mehdi Məmmədov, 7 Aydın Kazımlı, 55 David İsakov, 6 Əziz Musazadə, 29 Yusif Qəmbərov. Komandanın baş məşqçisi hamısını əla tanıdığı Zeynal Hüseynovdur. Digər tərəfdə DFM-də qapını qoruyur Murad Əzizli, müdafiədə hər zaman olduğu kimi Elmi Məmmədli və Yusuf Əzimzadə, mərkəzdə texnikal oyun qurucu Məs İbrahim Qarayev. Artıq burada məncə qapı xəttini keçmişdir, elə Mikail, yoxsa? Bu məncə tam keçməməşdir, çünki qol saliməti üçün tam keçməlidir. Orada fikrini tamamlasa Məhəmməd Yunusov və Cahid Əhmədov da mübarizə aparır. Komandaların start heyəti belə Aydın Qasımov DFM-i çalışdırır. Hər komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Elə möhtəşəm oyun olacaq bu dəqiqdir. Bənövşə yerində çıxış eləyir Troya. Rəqibi DFM isə buzlu sarılı geyimdə. Şımbeyniya Nağısoyla oynayır. Yusuf Əzimzadə top elə keçirdi. Yusuf! Fatih Muratsoy qarşıladı. Bir daha xatırladaq, Koroğlu Sport idman meydançasında U9 liqası 9 yaşlar arasındakı Respublika çempionatı Troya və Dünya Futbol Məktəbi komandaları üz-üzədir. Qarşılaşma ilə başlayıb, hələ ki qolsuz bərabərlik var. Elmi Məmmədli yayının rəqibindən Elmin yolda cəmlə. Endirilən zərbə, dirəyə dəydi Elmi. Yoxladı şansını və dirək. Oyundakı ən real qol epizodlarından biri idi. Hansı ki Troyanın da bir epizodu var idi. Unutmayaq. Adem İsmailov. Muratsoy ayaq qoyur. Top yenidən də FM'də. Elmin top meydanda saxlaya bilmədi. Out. Görünür ki, oyunun ilk dəqiqələrindən Hüseynevlə bir qarşılaşmanın şahidik. Bu həm oyun axırına qədər tepli, həm də məhsuldar bir oyuna müjdə ola bilər. Görək görüşdə nə zaman tilsim qırılacaq, qapının kilidini kim açacaq? Ötən tur Qarabağın rəsmən nəfəsini kəsdi Troya Futbol Klubu. Həmin qarşılaşmanı xatırlayırsınızsa 0-0'lı bərabərliklə tam 42 dəqiqə maç bu hesabla gedib. Yalnız 42-ci dəqiqənin son saniyələrində Qarabağ qələbə topunu vura bildi. Bir xeyli müzakirələr səbəb oldu bu qol, amma qeydə alındı. Son saniyə qolu ilə Qarabağ maçdan qalib ayrıldı. Az qala Troya hətta həmin maçda qələbə də qazana bilərdi. Onun üçün də Troyanı qətiyyən təhlükəsiz komanda bilmək olmaz. Hər an istər dəfəyəm, istər sabah Qarabağ, Neftçi və digər klublara baş ağrısı ola bilən klubdur. Yerdə qalan oyunçu isə Troyanın daha bir aparıcı üzvlərindən David İsakovdur. Görünür tədavisini meydandan kənarda davam etdirəcək. Bir vurğu edib ekranımızı maksimum dərəcədə bəyənək paylaşaq. Bu görüşdə biz hər iki komandanı şərh edirik. Həmkarım Tural İskəndərli ilə birgə Troya və Diniyev oyunundayıq. Maksimum dərəcədə bəyənək paylaşaq ki, yayımız daha çox kütlə qarşılansın, daha çox şəxs izləsin. Bu uşaqlarımızı, bu gənclərimizi aram-aramda suallarınızı cavablandıracağım. Səncə hansı komanda bugünkü qarşılaşmadan qalib ayrılacaq? Məncə favorit Diniyev. Diniyev Futbol Məktəbinin də oyuncuları, DFM komandası. Mən onların qələbələri haqqında çox danışmayacağım. Çünki məğlubiyyət üzünə həsrət bir komandadır bir qədər. Ölmək olmasa elə DFM çox güclüdür. Amma Troyanı qətiyyən küçümsəmə, orada Adam Qasımovun mükəmməl seyrini izlədik. Korner izləyək. Duran top şansı Elmi Məmmədli topun arxasında. DFM çox təhlükəli gəldi. Ev tapşırığına da bənzəyir. Elmi topu buraxdı. Yusuf! Muratsoy ayaq qoyur. Zərbəsi keçmədi. Adem İsmailov, David İsakovun qaçış istiqamətinə, David İsakovun üstünə tiyacağımı Məhəmməd Yunusova imkan vermədi. 5 dəqiqə ərzində qarşılıqlı həmlələr izləmişik. Qarşılıqlı qol epizodlar, amma nəticə hasil olmayıb. Bu maç misli Premier Liqasına düşsə görəsən hansı tərəfə daha çox
qələbə şansı verərdi. Bir tərəfdə sezonun ən yaxşı komandalarından biri DFM, digər tərəfdə isə sezonun ən inatçı komandalarından biri. Turanın Qarabağlı oyunda qanı pis qaraldı. Bəli, son saniyədə buraxılan qol, həmin oyunu xatırlayıram. Oradan da qələbəyə və ümumiyyətlə bərabərliyə oynamağa layiq bir ən azı maç edir Troyanın timsalında, amma hakim həmin maçı da Qarabağ qol vurana qədər sanki gözlətdi. Yusuf Əzimzadə DFM nəmlə sizə Yusuf aldatdı rəqibini Əzimzadə. Məsələn, mən də Troyalı oyundan gəldim. 11-lərdə, 11 yaşlarda bugün mübarizlə mübarizə apardılar. 2-2 bərabərlik, görüşün yekun hesabı. Həmin görüşdə də Rafael Kərim ardarda qollar qazanmışdı. 2-2. Emrah Qarayev, Mehmet Yunisov. Mərkəzə qədər qayıtdı top. Burada Seyirmin Məmmədli topladı. Sağ olun, yaxşı olun, var olun həmişə. Onun sol və sol ayağından ən çox qorxuram söhbət Elmin Məmmədlidən gedir. Fadil Muratsov yerdə qalıb. Dəfələrlə Elminin zərbələrində biz qollar izləmişik. Standart vəziyyətlərin Hədiyyə üçün çox sağ olun, təşəkkür edirik. Kamal Bayramov, təşəkkür edirəm, minnətdaram. Kamal Bayramov peşəkar, qapıçımız zəngin karyeraya malikdir. Hansı ki, bu gündə onun komandası 9 yaşlarda Sabahı məğlub etdi. Bəli, Sabahı 2-1 hesabı ilə məğlub etdi. Sabahı 2-1 məğlub etmişdi. Hətta həmin görüşdə mən şərh edirdim. Sübh geriyə düşdü, geri dönüş comeback edərək qələbə qazandılar. Cahide yaxşı yayındı rəqiblərindən, ötürmək istəyib. Təbii ki, burada məşqçinin çox böyük rolu var. Həqiqətən də gərək nə qədər daxil olasan ki, əlində olan oyunçularla belə bir kluba qarşı qələbə qazanasan. Təbii ki, onun oyunçuları da heç zəif deyil, amma ad üzərində Sabah söhbəti var. Sabah klubu adı var, amma Sübh klubu bu ada heç bir fikir vermədi sanki. Məhəl belə qoymadı. Tam şəkildə rəqibinin topsuz qoymağa müvəffəq oldu. Sonuncu dəqiqədə hətta bərabərlik qoluna Sabah çox yaxınlaşmışdı. Həmin epizod xatırlayıram. Qapı tiri bu dəfə Sübhün tərəfində oldu. Standart vəziyyət. Elmi Məmmədli uzaq məsafədən zərbə. Top qapıdan yan keçir. Lənkəranın ən sevimli qalı 2-1 olur. Belə bu görüşdə tilsim nə zaman qırılacaq, qapının kilidini hansı tərəf açacaq? Yayınımıza bir dənə şiir gələrmi? Hesab 0-0'dır. Golsuz bərabərlik var. Yusuf önündə qaldı. Əzimzadə. Qarşıladılar. Adam Qasımov. Sanki qolun müjdəsi idi. Bu qol gəlirəm deyir. Gəlməyəcək. İnanıram ki, 1.2 əmsal Troyanın qələbəsi olacağını vurğulayır bizə. yaxın vaxtda biz qol izləyəcəyik. Kiverdə qalır top. Tamerlan Ağızsoy. Topunu mübarizə aparırdı. Top Troyada yenidən David Isako topu qaytara bilər. İbrahim Qarayev topu vermədi. Onun qurğu etmişdim. Çox texnikal oyuncudur. Qarayev. Mehmet Yunisov. Son dəqiqədə DFM əgər qol vurarsa Turanlı yenə infarkt vuracaq. Ərzimanov. Bugün Heydər həmkarımızla yorumcu mövqeyindədir, belə qeyd edək. Heydərin profilidir o. Salamlayırıq Heydəri. Bu niyə elə maşın nömrəsi kimi haşam qoyub? Bitirməsi Elmi Məmmədli rəqibini qabaqladı. Artıq 10-cu dəqiqə oynanır görüşdə və qolsuz bərabərlik var. Hər iki komanda kifayət qədər təhlükəli həmlələri, cəhdləri olub, amma elə ki görüşdə tilsim qırılmayıb. Elmi Məmmədli. Adam Qasımov. Adamın sevi.
Korner izləyək ki, İbrahim Qarayev topun arxasınca yollandı. Cərimə meydança səndələrində bir neçə oyuncu mövqe tutub. Ev tapşırığına da bənzəyirdi. Aydın Qasımov eləməz. Texniki zonada xatırlatdı bu ev tapşırığını onlara. Yine adam dokunulur. Jaboy Galkiper. Ardından ise top Troya'nın oyuncusundan. Yok. Elmi Məhəmmədlidən Defemin oyuncusuna meydançanı tərk etdim. Defem oyuncular bu dəqiqələrdə təşəbbüsü ələ keçirmək istəyir. Şıbeyna. Məhəmmədliyə gəlir top Elmi Məhəmmədliyə. Və Troyanı müdafiədən çıxarmaq istəmir. Qismən də bu dəqiqələrdə bunu bacarırlar. Faul var. Avantajı Süni bırakmadı. prinsipinə də əməl etmək olardı, amma ədalət təmsilçisi Teşekkürler Eyder. var olsa hələ də uğurlar arzu edirik. Standart vəziyyəti izləyək. Bəlkə də qolu səsləndirəcək bir qədər sonra. Elmi Məmmədli topun arxasında. Təhlükə var. Karşıda ise bir tane İshakov var. Saat qədərdə məsafə var. Qapıya qədər bunu da vurğu edək. İşarə gəldi. İshakov Elmi buraxma. Məmmədli. Hoşbellikten. Ama yok dokunuşu. İkinci zərbə. Orada bir əvəz etmə var. Hansı ki, Anar Erzumanov meydana daxil olub. Növbəti Troyan. Məhəmməd Yunisov əvəzlənib Defemin heyətində. Ekranımızı bəyənək dostlar, qardaşlar. 20 minədə idi ekran bəyənmək, zəhmət olmasa. Mən də bir daha xatırlatmaydım. Koroğlu Sport Seri 20 meydançasında U9 liqası 9 yaşlı arasındakı Respublika çempionatı Dilə Futbol Məktəbi və Troya komandaları üzləşir. Qarşılaşmada qolsuz bərabərlik var. Yine bir out Troya'da. Şubino yan xətdən top oyuna daxil edəcək. Keçmədi top. Adem İsmailov çatacaq. Cahid yönünü aldı. Əhmədov. Cahid. Murat Say. İbrahim Qarayevə gəlir top. Qarayev ayaq saxladı, görək nə edəcək. Yəni bağlı idi, bir qədər göz gəzdirdi. Səmti dəyişdi. Yusif. Əzimzadə. Topa olma mümkün olmadı. Yusif. Yox, çox sərt zərbə idi. Adam Qasımov yaxşı oynayır. Artıq Yusufun neçənci zərbəsidir. Elmin diaqonala doğru ötürmə. Əzimzadə. Adam Qasımov da mükəmməl seviziri. Adam. Yeni adam. Möhtəşəm bir oyunun şahidik. İki gözəl hərəkət. Öncə Əzimzadənin zərbəsini, mükəmməl zərbəsini vurğulayaq və uçaraq müdaxilə Adam Qasımovdan. Anar Erzumanov. Qalkiberdə qalır top. Səhvini düzəldi. Mücahid Əhmədov gibi tamamlamaq istədi. Alınmadı. Cəmi bir ay önce heç nəinki ayağında heç bəlkə də əlində top saxlaya bilmirdi. Adam Qasımov heyecan olurdu daha çox təcrübəsizliyi var idi amma təcrübə dolu baş məşqçi Zeynal Hüseynov yenə xarüqələr yaradıb. Görürsünüz necə bir qalkiber yaratdı. Cahid yayında rəqibindən Əhmədov. Qarabağdan oyunda da məhz bu qalkiber. Alda cəmlələr 2 nəfərin adəsindən topu çıxardı. Cahid. İshakova qarşı faul var idi. Xanım hakimimizin gözündən yayınmadı epizod. Hələ ki, ədalət təmsilçisi məsələ ədaləti bərqərar etməyi bacarır. Bir də xanım hakimlər zənnimcə daha diqqətçil olur. Bəzi epizodlarda Ümid edək ki, gözün dəyməyəcək Turan. asıl tərif etmişəmsə həmin hakim nəsə bir ziyankarlıq edib. Korner izləyək Troy adına standart vəziyyət. Tamerdan Ağırsay. Qarşısında Məhmədli var. Elmin onunla keçid vermədi. Söktü aldı Elmin Məmmədli. Bir qədər də mərkəzdə çəkildi Elmin. Ardı gəlmədi. Anar Erzumanov. İbrahim Qarayev. Qarayev. Out. Troya. Qarşılaşmada 14 dəqiqəni artıq geridə qoyuruq və qolsuz bərabərlik var. Görək fasilədən öncə tilsim qırılacaq. Yine bir out. Troya. Rəllədi Troya tərəfi. Digər səmtdən altı yerinə yetirəcək. Qarabağın 42 dəqiqə silkələyə bilmədiyi topu da doğrusu DFM silkələyəcək. Bax bu sual bizləri çox maraqlandırır. Mən buna inanıram. İbrahim Qarayev. Mən ama yox. Sən gör ki Troya bu maçda da hər şeyi əziyyətə salsın. Bitirmə gəldi Elmin Məmmədli.
Cahit. Adam Qasımov yerində. Qaçın refleksi yerində idi. Yaxşı reaksiya verdi. Tərs ayağa düşmüşdü amma özünü itirmədi. Anar Erzumanov davam etməkdə bir qədər çətinlik çəkir. Təhlükədən zonadan çıxartmaq lazımdır. Çumbinyo müdaxilə et artıq. Qapıdan top oyuna daxil edilir. Adem İsmailov. İsmail Say. Var idi. Qarşılıqlı mübarizə izləyirik. Qarayev rəqəmi təqib edir. Sərbəst zənnimci olmalıdır. Yoxsa faul mu? Çünki hakimə də burada top toxunmuşdu. Elə məsələlərlə təmsilçisinə dəydiyi üçün sərbəst zərbə. Sərbəst atışlı oyun bərpa olunacaq. Çumbinyo. Yusif Əzimzadə. Yusif. Qoyma Çumbinyo, qoyma. Ay. Adem İsmailov da müdaxiləyə gəldi. Cahit. Cahit Paşayev nələr edir? İbrahim Qarayev. Təmirlanmağa sahib. Bir rəqibindən sıyrıldı. İkinci Ortaladı komanda yoldaşına. Qarayev. Ayaq saxladı, rəqibini yola saldı. İbrahim Qarayev. Out. Troya. Alınmadı bu ötürməni. İkisi də əsas vaxtın son 4 dəqiqəsi. Nəticə isə hələ ki eynidir. Qolsuz bərabərlik hökm sürür qarşılaşmada. İsakov. Presi gedir, təzyiq edir DFM tərəfi. Bu təzyiq öz bərəsini göstərdi. Qarayev. Dametin olar Çumbinyo. Nağısoyla oynuyor. Out. Qarşılaşmada qolsuz bərabərlik var. Hələ ki görüşdə hesab açılmayıb. Mən buradakı rəyə qatılıram. Həqiqətən də Troyanın qapısı gün etdiyi seyvlərlə komandasını dəfələrlə qollardan xilas edib. Bəlkə də qapıda o deyil də, başqası olsaydı. Məncə elə Troya əminliklə deyirəm ki, bu oyundan qələbə ilə ayrılacaq. Hətta elə olmasa, şəxsən mən söz verirəm ki, Heydərin adını dəyişəcəm. Sür, getməsin sən. Malacaq, get. Nağısay. Qarayev. Yerində bir müdaxilə, kritik müdaxilə. Üçün zərbəsi olmalıdır. Hakim də eyni fikirdə. Burada əzizliyib. Uzun müddət sonra burada gördük. Hüseyli qazanan top. Çumbinyo diqqət edim. Out. Troya. Dediyim kimi Troya qələbə qazanmasa Heydərin adını dəyişəcəm. Heç səs toxuna bilmədi. Elmin Məmmədli. Elmin. Muradsoydan əla müdaxilə. Fatih Muradsoy Qarayev qarşıladı. İbrahim Qarayev qazandı. İbrahim daşıdı. Qarayev! İbrahim Qarayev! Ay. İbrahim Qarayev. Tilsim qırılır. Hissənin 18-ci dəqiqəsində sonlara yaxın hesabı açdı İbrahim Qarayev. 1-0. Troya 0. Qapının kilidi açılır. Qarayev. Tilsim qırdı görüşdə. Yine futbol məktəbi 1, Troya 0. Turaldakı məyusluğu Təəssüf. Nağısoy. hər şey özündə etibar edir. Yusif Əzimzadə. Yusif Əzimzadə. Məhəmməd Yunisov tamamladı. Arda gəlir qollar. 2-0, 2 cavabsız qol. Məncə oyunu təxirə salaq, yenidən başlayaq. Troya 0. Hər şey yenidən başlamalıdır. Artıq gecik. Mendini futbol məktəbinin də, DFM-in də bu görüşü qələbəli tamamlayacağına heç şübhəsiz əmin idim. Elmi! Adam Qasımovdan alır reaksiya. Anar Erzumanov. Elmin. Məmmədli qapatırır. Adam nələr edir? Adam Qasımov. Yusuf. Yenə adam. Həm tir, həm Adam Qasımov. Bu dəfə dost oldular. Yenə Elmin uzaqdan Adem İsmailov qarşılayır. Troya müdafiəsində panika var. Nağısay. Alt Troya. Adam.
Tabii lan. Bütün oyunun tam icmalı YouTube kanalında olacaq. Məsələ mənim kanalımda, Mikail Yusufoğlu kanalında. Tam oradan baxa bilərsiniz. Daha geniş, daha keyfiyyətli formada. Məhz bu görüşü bir də xatırlatmasını edək. Həm də nadir oyunlar olur ki, ikili şərh olur. Bax, belə şərhlər əksində daha maraqlı zənnimcə alınır. Adətən bu Türkiyə Süper Liqasında və Türk klublarının Avropa arenasında olanda baş verir. Amma bizdə isə yerli uşaq futbolunda tez-tez olur. O qədər tez-tez olmasa da olur. Onun üçün də mütləq bəyənin, rəy bölməsinə rəy yazmağı da unutmayın ki, daha çox şəxsin qarşısına çıxmış olsun və kanalımıza beləliklə dəstək olmuş olarsınız. Qarayev. Yeni iş başındadır İbrahim Qarayev. Hətta Aydın Qasımovun texniki zonadan da bir tapşırığı var idi. Onu da aldat deyər. Oyuncusuna o qədər güvənir. Yusif. Adı nədir YouTube kanalı? Mikail Yusufoğlu. Yusif. Əzimzadə. Bugün qol vurmağa çox istəklidir Yusif. Mən inanıram ki, irəliləyən dəqiqələrdə ondan da qol izləyə bilərik. Mən inanmıram. Sən inanmırsansa mütləq qol izləyəcəyik. Yusif. Qarayev. Əzimzadə. Hesab neçə dəfə 2 Troya 0. Və bu iki hissənin son epizodu, son cəhdi oldu. İkisi də çox maraqlı, templi bir oyun şahidi olduq. Defen fasilə 2-0 hesabı önündə yollanır. Troya önündə heç yer ayrılmırıq fasilədən sonra. Yenidən bir yerdəyik.